Ölkəmizdə ən böyük tur operatorlarından olan Sametur Azərbaycan şirkəti hər il olduğu kimi bu ildə Türkiyə otellərinin workshopunu təşkil edib. Tədbirdə bir çox otel və agentliklərin nümayəndələri iştirak edib. Azərbaycanın tur operatoru olan Sametur Türkiyə otellərinin Azərbaycanda workshopunu təşkil edib. Tədbirdə 60-a yaxın otel və yerli tur agentliklərinin nümayəndələri iştirak edib. Məqsəd isə əlaqələrin qurulması, mövcud əməkdaşlığın möhkəmlənməsi və turizm sahəsinin inkişafıdır. Sametur brendi 20 ildən artıq bir müddətdir ki, Azərbaycan turizm bazarında istər turistlərə, istərsə də turizm agentliklərinə xidmət göstərməkdədir. Hər il olduğu kimi bu ildə 55 seçdiyimiz Türkiyədə yerləşən all-inclusive konseptdə xidmət göstərən otelin burada sərgi formatında workshopunu təşkil edirik. Bu otellərin tanıtımını təşkil etməklə yay sezonunda, yəni yeni qarşıdan gələn sezonda otellərin satışına dəstək vermək və turistlərə xidmətlərini təmin etmək üçün çalışırıq. Dəyərli dostlarımız, partnerlərimiz də burada, senelərdir tanıdığımız insanlardır. Onlardan yeni görüşmələr, tabii ki eksik bilgileri yenileme. O yüzden satış tarafında da tabii ki bol satış gözlüyoruz. Bu senin hamı için uğurlu geçmesini dileyerek. Bu organizasyon üzerinde konuşmak gerekirse katılım çok güzel, çok başarılı. Fuar havasında geçiyor organizasyonumuz. Acentaların bizlere olan ilgisi çok yüksek. Her sene de biz dediğim gibi düzenli olarak katılıyoruz ve her sene katılım artıyor. Bu çok hoşumuza gidiyor. Bugünkü etkinliğimiz aslında bizim için çok önemli. Zaten her sene geliyoruz. Bizim için geleneksel bir etkinliğimizdir. Granada için, Antalya için, Türkiye için, Azerbaycan misafirleri değerli olduğunuz için bu bağı her zaman güçlü tutuyoruz ve güçlendiriyoruz. Azərbaycanın güvənli agentliklərindən olan Navi Travel-da Sameturun təşkil etdiyi bu workshopda iştirak edərək öz müştərilərinə sərfəli qiymətlərlə keyfiyyətli turizm xidmətləri göstərməkdə davam edir. Yeni otellər açılıb, hansı ki yeni məlumatlar bizə bildirirlər və biz də öz tərəfimizdən onu turistlərə bildirəcəyik.